8000 tabut. Azərbaycana niyə gətirilib? 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana 8000 ədəd ağacdan hazırlanmış tabut ixal olunub. Rəsmi gömrük statistikasına görə bu məhsulların hamısı Çindən gətirilib. Diqqət çəkən məqam ondan ibarətdir ki, cəmi bir il əvvəl, 2024-cü ildə tabutun nə idxalı, nə də ixracı ilə bağlı statistikada heç bir məlumat yer almayıb. Başqa sözlə, bir il ərzində göstərici sıfırdan minlərlə ədədə yüksəlib. Ölkə az xəbər verir ki, rəqəmləri gündəlik ritmə çevirsək, bu demək olar ki, hər gün orta hesabla 25 tabutun ölkəyə daxil olması deməkdir. Halbuki Azərbaycanda dəfn mərasimləri əsasən İslam qaydalarına uyğun keçirilir və tabut adətən yalnız cənazənin daşınması üçün istifadə olunur. Mərasim başa çatdıqdan sonra isə tabut geri qaytarılır və ya məscidə təhvil verilir. Ölkədə ağac emalı sahəsi olduğu halda tabutun xaricdən idxalı maraq doğurur. Tabutların hansı qurumlar və ya ehtiyaclar üçün alındığı barədə məlumat yoxdur. Xatırladaq ki, Azərbaycanda yaşayan xristian icmaları tabutdan dini ayinlərinə uyğun olaraq istifadə etsə də, bu icmaların sayının idxal olunan minlərlə tabutu tam izah edib etmədiyi açıq qalır. Görünür, bu rəqəm ölüm sayının artması ilə deyil, daha çox logistika, qiymət fərqi və mərkəzləşdirilmiş satın alma ilə bağlı ola bilər.